Bismillahirrahmanirrahim. Fəstəqim kəmə umirtə və mən təbə mə'ak. Odur ki, sənə əmr olunduğu kimi sabit qədəm və möhkəm ol. Və həmçinin səninlə birgə üst tutan kəslər də belə olsunlar. Hud surəsi, ayə 112. Onu Yəməndə İmam Xomeyni adı ilə tanıyırdılar. Ənsarullah hərəkatı hazırda Yəmən dövlətini idarə edən qurum onun yadigarıdır. Şəhid Hüseyn Əl-Husi. Bəlkə bu illərdə Yəmən xalqının müqavimət göstərən, cəsur və səbirli olması haqqında çox eşitmişik. Onlar dərin köklərə malik olan bir xalqdır. İmamlarımız əleyhissalamın dövründən bəri İslamın səbirli və müqavimət göstərən ümməti kimi tanınırlar. Ona görə də düşmən qarşısında mübarizə və sabitlik nümunəsi göstərmək istəsək, Yəmənə baxmalıyıq. Onlar misilsiz dözümləri ilə Siyonistlərin, Vəhabilərin və Amerikalıların yuxusunu ərşə çəkiblər. Yəmən gəncləri dini müqavimətin gerçək nümunəsidir. İnsan onların ağır mühasirəyə, müharibələrə və sanksiyalara baxmayaraq belə möhkəm iman və dözümlə ayaqda qalmasına heyran qalır. Onlar ən az imkanlarla İslamın müdafiəsinə qalxıblar və Siyonist düşmənlə mübarizə aparmaq üçün fürsət gözləyirlər. Son illərdə Amerikanın təhriki ilə bir neçə böyük müharibə başladıldı. Lakin hər dəfə əvvəlkindən daha güclü iradə ilə düşmənə qarşı durdular. Sonuncu şücaətli döyüşləri isə Qəzzə zülm altında olduğu zaman onu müdafiə etmək və düşmən donanmasının Qırmızı dənizdə məhv edilməsi idi. Hüseyn Bədrəddin Əl-Husi, tam adı ilə Seyyid Hüseyn Təbətəbai Husi, alim Seyyid Bədrəddin Əl-Husinin oğlu, Yəməndəki Zeydi şiyələrinin lideri və İmam Həsən Müctəbə əleyhissalamın nəslindən idi. İran İslam inqilabının qələbəsindən sonra İmam Xomeyninin fikirlərindən təsirləndi, 12 İmam şiyəliyini və İslam inqilabını qəbul etdi və İranın və Hizbullahın liderləri kimi Yəmənin şimalında, Səədə bölgəsində öz inqilabi hərəkatını başlatdı. O, müqəddəs müdafiə dövründə İrana səfər etdi və İslam inqilabının və imamın həqiqi aşiqi oldu. Yəmən xalqının İran inqilabı modelinə əsasən birləşməsində mühüm rol oynadı və bugün onun qardaşı Əbdülməlik Husi eyni yolu davam etdirərək Ənsarullah hərəkatına rəhbərlik edir. Dərin biliyə, cəsarətə və təsir gücünə malik olan bu şəxsiyyət 4-10 illik əvvəl zamanın ruhunu doğru dərk edərək tarixi missiyasını yerinə yetirdi. Gənclərə dini elmləri tədris etməklə yanaşı, silahdaşları ilə birlikdə Yəmən məscidlərində Amerikaya ölüm, İsrailə ölüm, İslam qalibdir şüarlarını ucadan səsləndirdi. Amerikanın güya terrorizm və Əl-Qaidə ilə mübarizə adı altında Yəməndə hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilməsinə qarşı qiyam etdi. Hüseyn Bədrəddin demək olar ki, bütün çıxışlarında İmam Xomeyninin adını çəkir və onun fikirlərinə istinad edirdi. Bu iddialar kifayət etdi ki, o dövrdə Yəməndəki muzlu hökumət Hüseyn Bədrəddini İranın maliyyə və hərbi dəstəyi almaqda ittiham etsin və hətta alim Bədrəddin və silahdaşlarını 12 imamçı şiyə adlandırsın. Yəmən hökumətinin Hüseyn Əl-Husinin rəhbərlik etdiyi Ənsarullah mücahidlərinin səsini boğmaq cəhdləri nəticəsiz qaldı. Buna görə də onlara qarşı hərbi müdaxiləyə əl atdılar və Səədə şiyələrinin cavabını güllə ilə verdilər. Bu məzlum xalqı ardıcıl müharibələrə çəkdilər. Hüseyn və yoldaşları Yəmən ordusunun hərbi hücumuna qarşı müdafiəyə qalxdılar və bir neçə cihad dövründən sonra 2004-cü ilin sentyabrında bir qrup silahdaşı ilə birlikdə Kumeyl duasını oxumaq üçün dağlıq əraziyə getdikləri zaman mühasirəyə alındılar və şəhadətə çatdılar. Onun şəhadətindən sonra qardaşı Ənsarullah hərəkatına rəhbərlik etdi və bütün qeyri-bərabər döyüşlərdə dişinə qədər silahlanmış Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri ordularını məğlubiyyətə uğratdı. Səudiyyə Ərəbistanı hər zaman Yəməni zəif və
asılı bir ölkə kimi görürdü və tez bir müharibə ilə Yəmənin müqavimətini qırmaq istəyirdi. Ancaq nəticə tamamilə əksinə oldu. Yəmənin son 10 illikdə yaşadığı qanlı müharibələr, hərtərəfli iqtisadi blokada, limanların və iqtisadi yolların bağlanması əgər başqa bir ölkəyə tətbiq olunsaydı, şübhəsiz ki, onu məhv edərdi. Lakin Yəmən xalqının misilsiz müqaviməti və cəsur liderlərinin rəhbərliyi altında Yəmən müqavimət cəbhəsinin əsas dayaqlarından birinə çevrildi. Dinin yolunda göstərilən müqavimətin bəhrəsi Ənsarullah hərəkatında aydın şəkildə görünməkdədir. İnşallah bu qeyrətli kişilər axır zamanın xilaskarının İmam Məhdinin zuhuru üçün zəmin hazırlayacaqlar.